Mənim qardaşım, biz hər birimiz öləcəyik. Məni dinləyən ya da bu videonu izləyən bacı qardaşlarım, 100 il sonra bizdən bu dünyada əsər əlamət qalmayacaq. Öləcəyik. Bəs sual verirəm mən sizə. O günə nə hazırlamısınız? Niyə axı biz gözümüzü açıb bir ətrafımıza baxmırıq? Niyə axı qəbristanlığa gedib oradakıların halına baxmırıq? Daşların üzərindəki tarixə baxmırıq? Baxın, məsələn mənim dövrümdə ölüm insanlara 60, 70, 80 yaşında gəlirdi. Ancaq indi, bugün, az qala 70% insan heç 40 yaşına qədər yaşamır. Baxırsan gənc oğlanlar, qızlar 30, 20, 18, 16 yaşlarında dünyasını dəyişirlər. Qohumları da deyir heç bir xəstəliyi, şikayəti yox idi. Top kimi idi. Nə oldu axı? Heç kim bilmir ölüm ona nə zaman gələcək. Nə vaxt gedəcəyimizi bilmirik. Ancaq dəqiq olan odur ki, gedəcəyik. Bəs Allah Sübhanehu Teala'nın huzuruna necə çıxacağıq? Necə bir həyat sürmüşük? Bax, həqiqətən həyatını, vaxtını nəyə xərcləyirsən? Bu dünyada hər şeyə vaxt tapırsınız. Ancaq Allaha ibadətə gəlincə vaxtınız yoxdur. Sübhanallah. Baxın qardaşlar, qətiyyən elə düşünməyin ki, Allahın sizə ya da sizin ibadətinizə ehtiyacı var. Xeyr. Allah Rəsulu sallallahu aleyhi və səlləm sahabələrinə buyurdu: 7 qat göylərin hər qarşında mələklər Allaha səcdə edirlər. Orada 7 barmaq enində belə boş yer yoxdur ki, mələklər orada səcdə etməsinlər. Yaradıldıqları gündən bu günə hər daim səcdə halındadırlar. Və deyirlər: Rəbbim, bizi bağışla, sənə layiqincə ibadət edə bilmirik. Sübhanallah. Hansısa bariqada gedib məscidin nəzir qutusuna 2 manat salmaqla özünə cənnətdən köşk almış kimi hiss edir. Qudsi hədisin birində deyilir, Allah Sübhanehu Teala buyurmuşdur: Yə ibadi. Baxın qardaşlar, məqama diqqət edin, dərk eləməyə çalışın. Buyurub: Yə ibadi, ey mənim qullarım, yəni müsəlmanlar və qeyri-müsəlmanlar, cinlər və şeytanlar, yəni hər kəs, bütün yaratdıqlarım, bir yerə toplansanız və durmadan mənə səcdə etsəniz, bilin ki, bu bir toz zərrəsi qədər belə mənim şanımı, qüdrətimi artırmaz. Bunun əksi də eyni şəkildə. Əgər hamımız toplansaq, dünyanın hər yerində əlimizdən gələn günahı zibili etsək, ağlımıza gələn, gəlməyən hər türlü pisliyi etsək, Allah Sübhanehu Teala deyir, biriniz, ikiniz deyil, hamınız, bütün yaratdıqlarım bir yerə yığılıb günah etsələr, bu bir toz zərrəsi qədər belə mənim şanımı, qüdrətimi azaltmaz. Sübhanallah. Allahın bizə ehtiyacı yoxdur. Heç kəsə ehtiyacı yoxdur. Bizim ona ehtiyacımız vardır. Sübhanehu Teala. Əziz qardaşlarım, Allah Sübhanehu Teala bizi cəzalandırmaq üçün xəlq etməyib. Bizi cəhənnəminə atmaq üçün də yaratmayıb. Özünə ibadət üçün yaradıb. İbadət nəfsinə ağır gələnlər. Hə, deyək ki, yaşayacaqsan sən 60, 70, 80 il. Nəyi var? Bəs sonra nə olacaq axı? Allah deyir, 60, 70, 80 il mənə ibadət et və budur sənə əbədi cənnət. Bundan gözəl təklif ola bilərmi? Adama namaz qıl deyə xatırlatma edirsən, hələ işlərim var deyir. Hələ özümü hazır hiss etmirəm deyir. Sübhanallah. Allah deyir, mən cinləri və insanları yaratdım nə üçün? Hə, deyin də nə üçün? Ev tikmək üçün? Maşın almaq üçün? Mən demirəm ki, ev tikmək haramdır. Gedib birdən orada-burada deyirsiniz ki, Hobbes dedi, ev tikmək haramdır. Xeyr, mən elə demirəm. Sözümün xülasəsi odur ki, yaradılış qayəmiz bu deyil. Nə üçün yaranmışam? Nə üçün buradayam? Bunu bilməliyik, dərk etməliyik. Əlimizdə olan 50-60 ildir. Bu da hələ ən yaxşı halda. Allahu aləm bəlkə də ömrümüzün yarısından çoxu da gedib. Nə var əlimizdə? Bu vaxt ərzində Allah üçün, Rəbbimiz üçün nə etmişik axı?